Sabay ko afnay sabanaya sakar. Bizi izleyenleri salamlayıram. Deməli belə bir 20 gövdə usta yoldaşımız gətirib. Neçə vaxt əlləşirlər, dərdini tapa bilmirlər. Problem də neydən ibarət? Problemimiz deməli zamoku açdıqda baxın, bax, korobka 1-2 saniyə durur. Başlayır, görürsünüz. Marqa eləməyə. Görürsünüz. Mühərrikdəki koda düşür, sönür. Bir də bax, söndürəndən sonra söndürmüşüm. Təmiz söndürmüşüm. Bax, qopqan işığı qalır yana-yana, akkumulatoru yeyir. Hal-hazırda axtarış işlərimiz gedir. Sökmüşük hər tərəfi. Yoxlayırıq. Deməli, onu qeyd edeyim ki, diagnostika elədik bu maşını. Diagnostikada nə müəyyən elədik? Yəni, əvvəla, görürsünüz, əlavə qoşulmalar var. Var, ləğv eləyəcək. Diagnostikada müəyyən elədik ki, sürətlər qutusunun, bir də SLS blokunun idarəetmə blokları əlaqəyə gəlmir. Korobkanı yoxlamışam, bütün plusları, minusları hamısı yerindədir. SLS-i yoxlayacaq, görək nə olur. Dedim ki, diagnostika nəticəsində aktiv kod 3102-ni görsədir və aerobak modulu, bir də ki, transmission modulundan əlaqəni itməsin. Deməli, söküb, aşkarladıq yerləri, baxın. Görün necə yanıb. Dayanıb, yaxşı ki, maşın özü alışmayıb, ora qədər gəlib çıxmışıq. Burada yüksək nominallı qoruyucu qoyublar. Ona görə provadaların hamısını yandırıb. Bunlar bir-bir bərpa olunmalı.